Əziz insanlar, mən sosial şəbəkədə videoları paylaşdıqca insanlar şərh yazırlar. Çox gözəl şərhlər yazırsınız. Bunun üçün hər kəsə təşəkkür edirəm. Amma bununla yanaşı bəzi şərhlər də var ki, ona analiz gətirmək məcburiyyətində qalıram. Əziz insanlar, əziz valideynlər, əziz uşaqlar, nəzərə alın ki, mənim işim dərs deməkdir. Və bu mənim xarakterimə oturub. Ola bilsin ki, bu vaxt məhdudiyyətindən bağlı olaraq bu dəqiqələr artıq olanda sizi incidir. Amma bayaq dediyim kimi, nəzərə alın ki, mən müəlliməm və müəllimin də peşəsi nədir? Bir bilgini uşağa yetərincə onun yeritməkdir beyninə. Çünki bir uşaq dərsi birinci dəfədən öyrənə bilmir. Bir yavaş-yavaş deməlisən, bir də onu təkrar deməlisən. Və mən bugün sosial şəbəkədə nəyisə paylaşıramsa, sizi nəzərə almayın, uşaqları nəzərə alın. Anlayıram, amma bir ikinci tərəfi də odur ki, çox gözəl bir hədis var. Deyir, baxma kim deyir, gör nə deyir. Sizin əksəriyyətiniz burada mən nə demək istədiyimdən bir dənə də olsa, iki dənə də olsa bir hissələri həyatınıza tətbiq edin və onun nəticəsini inşallah görərsiniz. Mən bunların hamısını, əksəriyyətini həyat təcrübəmdən götürmüşəm. O səbəbdən lütfən bir də kibar olun. Bir insana bir fikri bildirəndə, bir söz deyəndə fikirləşin ki, o sənə nə cavab qaytaracaq. Sən onun yaxşı tərəfi yaxşıdır, pis tərəfini də fikirləşin. Ona görə də empati qurmağa çalış. Hətta xoşun gəlməsə bir çox diyaloqlarım olur, söhbətlərim olur. Söhbət əsnasında ola bilsin ki, fərqli fikirlərimiz ola bilər. Mən onlara bircə kəlmə söz deyirəm. Deyirəm ki, bizim hər ikimiz həqiqətə bir prizmanın başqa tərəflərindən baxırıq. Sən həqiqəti prizmanın başqa tərəfindən görürsən, mən başqa tərəfindən görürəm. Yəni, bu o deməkdir ki, mən səndən razılaşmaya bilərəm, amma bunun üçün sənin niyə xətrinə dəyməliyəm ki? Mən sizi anlayıram, amma yenə də deyirəm, mənim işim uşağa dərs deməkdir, mənim işim uşağa təkrar o dərsi deməkdir ki, o uşaq o bilginin yadında qalsın. Yəni, gedib uşağın evdə bir neçə dəfə oxumağına etibar eləmirəm. İşimi bəri başdan görürəm ki, uşaq burada dərsi yadında saxlasın. Ona görə də lütfən kibar olun. Dünya Xalqların Psixologiyası haqqında kitabları var idi. Orada çox gözəl izah vermişdi xalqların psixologiyaları haqqında. Mən indi mövcud durumdan artıq belə bir qənaətə gəlmişim. Bir xalqın və ya bir insanın düşüncə tərzini, təfəkkürünü öyrənmək istəyirsənsə, o xalqın hansısı? Bir insanın sosial şəbəkədə diqqətlə deyirəm, deyirsiniz ki, yavaş danışır. Sosial şəbəkədə ən çox baxılan canlı yayında və ya videolarının altındakı sayı baxın. Canlı yayında ən çox baxın, mən sizdən soruşuram, xahiş edirəm, biz öz milli xarakterimizi, millətimizin xarakterini öyrənmək üçün, mən sizdən artıq da necə xahiş edirəm. Baxın, görün, sosial şəbəkədə biz ən çox kimə baxırıq? Canlı yayında K işarəsi kimdədir? Lütfən. Mən demək istəmirəm, siz deyəsiniz. Və yaxud paylaşımlarda ən çox baxış kimə baxıbdır? Baxın, orada altına. Görəsiniz ki, millət olaraq xarakterimiz nədir?